Nəsə ürəyimə göbələk düşmüşdü. Dedim ki, gedim göbələk alım. Onları pişirin. Və gördüyünüz kimi göbələkləri 4 yerə doğrayırıq. Səliqəli şəkildə doğradıqdan sonra soğanımızı doğrayırıq və ki o yeməyə dad versin. Və burada gördüyünüz kimi soğanları doğramışıq. Burada da başlayırıq kartuşkaları doğramağa səliqəli şəkildə quşbaşı ki yeməyimizə dad versin. Burada gördüyünüz kimi doğrayırıq. Və burada qazı yandırırıq. Tavamızı qoyuruq ki, üstünə ki soğançamız qovrulsun. Qəşəng yağını da tökürük burada. Və burada soğançamız qovrulana qədər özümüzə çay süzürük və soğançamız həll olunana qədər çayımızı içirik. Burada kartuşkanı atırıq. Sonra başlayırıq göbələkləri bir-bir içine atmağa gördüyünüz kimi. Bəh. İstiotunu tökürük, tuzunu tökürük və sonra başlayırıq qarışdırmağa. Qapağını örtürük və gördüyünüz süfrə.